Gəldik Qayalıya, Sumqayıtdakı Qayalı. Mənə konteyner lazımdır kladovkaya qoymaq üçün. Belə tipdə bir şey 5 manat 70 qəpik. Belə də var 6 manat 70 qəpik. Belə bir şey istəyirəm, prosta bahadır. 5.70 mənə hardasa bir 3 cərgəyə 9 dənə lazımdır, baha çıxacaq. Görün bu növtər olan şeydir. Bu elə səbətdir. Belə bir səbət. Görün bu neçəyədir? Qiymət içində 2 manat 60 qəpik. Belə bir səbət də olar, amma mən qapaqlı istəyirəm. Görün tapacağım burada bir şey. Baxın, belə bir tipdə də olar. Bu da qəşəngdir. Bu neçəyədir? 3 manat 50 qəpik. Oyda, baha deyil. 3.59 dənə. Biraz ucuz olsaydı götürərdim. Bu xətya 2 manata. Da, misal üçün göyərti yudum. Belə yuyursan göyərti. Neçədir bu? 3 manat 50 qəpik. 2 dənəsi. Amma qəşəngdir də. Materialı moşnidir, möhkəmdir. Да, Murad, krasivo, хорошо. Sonra belə bir konteynerlər var. 3 dənədir burada, 4 manata. 3 dənəsi 4 manata. Belə şkatulkalar var. 4 mərtəbəli, 9 manata. Zачем нам надо? У нас есть, да, такая. Vedrəyə baxın, nə qəşəng vedrədir. 4 manat 20 qəpik. Saxlama qabı. Niyə? Nəsə saxlamaq üçün. Misal üçün un, şəkər, kim çox alırsa. 4 manat, 8 manat 10 qəpik. Bijuteriya zad qoymaq üçün. Bu nədir ki, ay Murad? Bu, nə bilim, bunu mən bilməyəm, bir vaxt bunu bilməyəm. Yazılmayıb da üstündə nədir bu? Bir vaxt bunu. Dünən Muradla komedixanaya baxmışdıq. Orada deməli belə bir şeylər partladırdı. İndi Murad görüb deyir, bəlkə bunun birini götürək. 2 manat 20 qəpiyə bir dənəsi. Murad gərək ad gün olsun, bayram olsun sonra. Bu boyda hər şey partlayıb, sonra da ödəyəndə. Şoka düşdü. Son salfetkalar 5 manata, 7 manatdan, to есть 8 manatdan düşdü 5 manata qiyməti. Bunlar da 4 manat. Slipi kimidir. Bu paraşokdur. 1 manat 90 qəpik. 2 manat. Paraşok. Burada da yazıblar 4 manat. 1 kilodur bunun içində. Niyə? O 4 manat başqa şeydir. Deep Fresh. Deep Fresh o salfetkalardır. Kişi maykaları 2 manata var. Belə anil. Mən bunu bilmirəm, tanımıram, belə almıram. Beləsi də var 2 manat 50 qəpiyə, 2 manat 70 qəpik. Bu turetskidir, bu qəşəngdir. Bu materialı yaxşıdır. 2 manat 70, 2 manat 50 qəpik. Murad nə tapdı? 4 manat 50 qəpik. Suvenirdir Murad. Suvenir. Это настоящий нож? Нет, он tupой. Ayda, bu nə qəşəng suvenirlərdir. Buna baxın. Suvenirlər ki. Nənə baba, ikisi bir yerdə 15 manata. Bu da çox qəşəngdir. Burada yəqin işıq yanır. Çox qəşəngdir. Можно это мне снять? Bu da qəşəngdir. Çox qəşəng. Murad nə tapdı? Bir bak burada nasıl bulmaq olar. Niyə işıq asırsan da? Başka нужно. Murad damaşnik tapdı özünə. Neçədir Murad? 9 manata. Ay Murad, bunun material bilsən nədir? Adamın ayaqları qaşınar dayanmadan. Allah. Ya, конечно, bizə çox vacibdir axı belə. Murad, bunun materialı yaxşı deyil, pisdir. Kozirok, bu mənim damaşnikimdir. Bu da material. Niyə, material yaxşı deyil? Ya görə kozirok da. Bu da kozirok. Ne skalpıyor? Vedrələr var burada, amma balaca razmerdədir vedrə. Neçədir bu görəsən? Murad, yoxdur qiymət üstə. Balacadır. 15 manat 50 qəpik. Pol silmək üçün vedrə.
Mən yenə qayıtdım bunlara. Bilmirəm hansını alım. Bunu 2.60-a budur. Bir də 3 manat 15 qəpiyə belə də var, qapaqlı. Hansını alım görəsən? 9 dənə götürməyəcəm. Bu dəfə 3 dənə götürüm. Sonra yenə alaram. Düzdür, sonra yəqin ki bundan tapamayacağım. Hansını alım? Bunun üstündə dayandım. Bunu götürüm 4 dənə. Qoy bu olsun. Qapaqsızdır bu, amma eybi yox. Buraya qədər dolduraram. Üstü qalsın. Prosto bu görsənir. O biri rozov idi. O görsənmir, amma bu görsənir. Nə bilim, qoy yaxşı Murad gəlsin. Görüm Murad nə seçir. O biri rozva rəngdə boz olsaydı götürərdim. Boz rəngdə istəyirəm. Belə salfetka qabı gördüm. 4 manat 60 qəpik. Mən belə istəyirəm, qızıl olsun. Amma belə görsənən içi olmasın. Görüm tapmasam, bunu götürərəm onda. Gedim axtarım. Buna baxın, qəşəng vedrədir. 3 manat 65 qəpik. Çox qəşəngdir. Belə bir şey də var. Burada doğrayırsan, bu tərəfə də atırsan ki, suyu süzülsün. 4 manat 20 qəpik. Burada nə qəşəng şeylər var. Bu paltarlar üçün. Neçədir? Nədən? Neyniyəcəm onun Murad? Niyə? Onu istəmirəm. Gəldim qap tərəfə. Belə bir şey almaq istəyirəm. Uyda 30 manata. Necə bahadır? Mən 15 manata, 16 manata görmüşdüm. Bu burada baha oldu. Bu 2 dənəli. Neçədir görəsən? Yoxdur qiyməti üstə. Salfetka qap tapdım. Ay, görün bu neçədir? 10 manat. Bu neçədir? 15 manat 60 qəpik. 10 manat 80 qəpik. Bahadır. Muradla burada şey axtarırıq. Paltar yumuşaldıcı. Mən bunu bəyəndim. Murad nəsə bəyənmədi. Deyir, yaxşı deyil. Əvvəllər nə alırdıq? Yadımdan çıxıb. İndi evdə məndə Lenora idi. Uca qutarıb da. Demək olar ki, bir dəfə də uyanda bitəcək. O idi. Bu çox iyilidir. Bingo pis deyil. Murad prosto nəsə bəyəndir. Qiyməti 3.74 qəpikdir. Yaxşı endirimdədir. Burada görün nə tapdım. Belə bir aspirax gül işığı. Mənə bundan bacım gətirmişdi, amma rozva rəngdə. Burada deyəsə aşk kokusu yazılmışdı. 7 manat almışdı bacım, amma burada 5 manat 72 qəpik idi. Qəşəngdir. Prosto bu sarısı yox. Bunun rozva rəngi çox qəşəngdir. İyisi. Mən ondan pol silmişdim. İyisi dəhşət qəşəngdir. Göstərəcəm sizə evdə. Prosto məndə qab yoxdur da, bacım butulkaya tökmüşdü. Baxın bu, çox qəşəngdir. 5 manat 72 qəpik pul silmək üçün. Gəldim produkt tərəfə. Burada 1 kiloluq belə şor var. Qiyməti 4 manat 30 qəpikdir də yəqin ki, çünki bunun yanındadır. Əslində bizdə şor evdə tez qutarır. Görün bu təzədir. Bugünküdür. Peki bunu götürüm. Gedim çəkinlə baxım görüm neçədir. Belə də var 3 manat 40 qəpiyə. İsmailli şoru. Amma bu İvanov yox bu. Kəndli şor. Görün bir dənə çəkiylə neçədir. Skumbriya 17 manata. Kapçonu skumbriya. Mən yaxşı aldım. Biz tərəfdə 15 manat 50 qəpik deyəsən. Qalanski yağlar burada nə qəşəng endirimdədir. 8.99-a. Qiyməti yaxşıdır. Görün burada da var. Bu neçədir? 11 manat 50 qəpik. 11 manat 50 qəpik. Yetti manat 90 qəpik. Bu bilirsiniz necədir? Palçıq kimi yəqin yayılır. Saçaqlı pendir burada çox ucuzdur. 6 manat 63 qəpik. Могут это купили. Можно.
Mərci alıram 1.69-a. Yurdumun şoru çox qəşəngdir. Görüm, tvaroqu da çox qəşəngdir. Görüm xama necədir. Cürbəcür şokolad yağlar. Oy, bu nəsə qəribə şokoladdır. Tünd, yəqin tünd şokolad. Acı. 3 manat 10 qəpiyə. Belə də var. Молочная. Bu biraz yumuşaq. 3 manat 10 qəpiyə. Çox maraqlıdır. Belə bir şeylər mən görməmişdim. Burada çeşid çoxdur. Belə də var. Üstündə hədiyyəli. Bu 6 manat 10 qəpiyə. Qoyun quyruğunun qiymətinə baxın. Kilosu 10 manata. Prosta nə bilirsən, bəlkə bunu iyləndiriblər. Yox. Bəlkə iyləndiriblər, sonra qoyublar soyuducuya. Belə 17 manata biz alırıq qoyunun quyruğunu. Yox, iylənən oxşar. 10 manat 30 qəpiyə kilosu. Bu bir dənəsi neçə? 1 kilodur burada. Bir dənə də var. Doğranmış mozzarella pendiri. Neçədir bu görürsən? Qiyməti yoxdur. Belə var. Bu da mozzarelladır. 24 manat 50 qəpiyə 2 kilo. Doraya final 4.39. Slabada 8 manata. Litr 803. 2 litr yoxdur burada. 2 litr heç yoxdur orada. Bunları da ki heç tanımıram. Ama çok ucuzdur. Подсолнышко 14.55 endirimdə. Secret Vkus'a 21 manat. Almışam mən. Qayalı marketdə 150 manatı nəyə verdim? İndi sizə hamısını bir-bir göstərəcəm. Ayda bir dəfə uşaqlara icazə verirəm bu zərərli şeyləri almağa. Çünki bilirsiniz də uşaqlar istəyirlər və əlbəttə ki, mən hər gün almıram, tez-tez almıram. Ayda bircə dəfə onlara icazə verirəm və bu ayı uşaqlara almamışdım. Onlar da sağ olsunlar, həmən dəqiqə yadıma saldılar ki, almamışdın, ona görə aldıq. Hamısını bir günün içində bunlar yemirlər. Yavaş-yavaş bir gündən bir, 2 gündən bir belə açıb yeyirlər. Belə bir sok götürmüşdüm. Mən bunun dadına baxmışdım, heç bəyənmədim, amma bunlar nəsə bunu xoşlayırlar. Bilmirəm bunun bankasına görə, yoxsa nəyə görə xoşlayırlar. Götürdüm 3 dənə, hərəsinə 1 dənə. Sonra çayla içməyə belə bir arahis götürdüm. Çox qəşəngdir, həm qiyməti, həm də ki dadı. Mən bunu bəyənirəm. Qiyməti 6 manat 55 qəpiyədir kilosu. Mən 1 manat 36 qəpilik götürmüşəm. Sonra belə rahat lokum götürdüm. Bunun da qiyməti çox qəşəng idi. Araz marketdə alıram, 2 manat 50 qəpiyə çıxır. Bu boyda paçkası 2.83 manata yaxın. Amma bu məndə 96 qəpiyə çıxdı. Bu 96 qəpi beləsində götürdüm. Bu 1 manat 8 qəpiyədir. 5.65, görün qiymətlər eynidir. Qiymətlər eynidir, sadəcə bu biraz yüngüldür. Bu isə biraz ağırdır. Göyərti götürmüşəm. Göyərtin qiyməti 10 qəpiyə idi. 10 dənəsini götürdüm. Dəstəsi çox qəşəngdir, iridir. 10 dənə götürmüşəm. Sonra bunu uşaqlara götürdüm. Məktəbə aparacaqlar. Sonra evdə arada atışdıracaqlar. Bu da mənim uzun çekim. Sonra belə bir kruasançıqları götürdüm uşaqlara məktəbə aparmaq üçün. Qarçitsa götürdüm, xardal, sonra kərə yağı, karovuşka, endirimdə olmuşdu. Sonra belə pul biber götürdük. Bunu bilirsiniz nəyə görə? Yoldaşım toyuqlar üçün götürüb ki, bilmirəm yeməyin içinə bunu qatırlar, yoxsa suyun içinə, yoldaşım bilir. Qatırlar ki, yaxşı yumurta versin. Əslində özümüz də işlədə bilərik. Mən sadəcə belə acı xoşlamıram, amma yoldaşım yeyir. Onun xörəklərinin içinə bunu qata bilərəm. Xeyli də çıxıb, görürsünüz 1 manatlıq alıb. Xeyli var burada. Kilosu 8 manat 50 qəpiyyədir. Orada hazır
qablarda satırdılar plasmas qabın içində. Onu almaq istəyirdi. Qiyməti 1 manat 60 qəpik idi, amma 3 qat içində az idi də, hardasa bu qədər idi. Dedim gözlə gəl baxaq çeki ilə varsa, çeki ilə daha sərf eləyir və həqiqətən də yaxşı ki almadı. Sonra yoldaşım özünə belə bir ketçup götürdü. O belə acılı, yandıran ketçupları xoşlayır. Biz onu heç yemirik, yeyə bilmirik çünki. Amma o xoşlayır. Özü deyir ki, bu heç acılığı yoxdur. 1 qram acılığı yoxdur. Amma bu acılı çili sousudur. Əməl başlı yandıranlandır. 2 dənə belə no name plitka şokolad götürdüm. Görək yaxşı çıxacaq yoxsa yox. Pis çıxsa daha almayacağam. Dadsız olsa əridib piroqun üzərinə eləyə bilərəm. Ya da ki, keks eləyərəm, xırda-xırda doğrayıb içinə ata bilərəm. Zquşyonu süd götürdüm. Burada 1 litrdir. Mən həmişə belə götürürəm. Bu daha sərf eləyir. Həm də ki, dadlıdır, qatıdır, sulu deyil. Dadı da qəşəngdir. Sonra şor göstərmişdim orada sizə daha doğrusu göstərmişdim ki, şor almaq istəyirəm və götürdüm 1 kiloluq. Çox qəşəng, həm qiyməti ucuzdur, həm də ki, belə bir dəfəlik alırsan. Biz şoru çox işlədirik. Həm göyərti ilə qarışdırıram, lavaşın arasında bükürəm, həm də səhər zavtraq eləyirlər uşaqlar belə. Şor bizdə qəşəng yeyilir. Bir də yurdumun tvaroqunu alıram, sonra şor alıram. Çox qəşəng yağlı olur. Dedim, xamanı da istifadə eləyim, sınayım, görüm necədir. Məncə pis olmaz. Yaxşı çıxar inşallah. Tannellinin belə 2 paçka spagetti götürmüşəm. Tannelli makaronu mən çox bəyənirəm. Alıram həmişə 5 kiloluq paçka uzun müddət gedir bizdə. Və yapışmır, çox qəşəng pişir. Hətta soyuyandan sonra da makaron bir-birinə yapışmır. Götürdüm, bilmirəm qiyməti neçə idi, 1 manat 30 qəpik deyəsə, 1 kilodur burada, bu sərf eləyirdim. Sonra nə göstərim? Bunları göstərmişdim, bu uşaqlara zərərli çipslər, nə bilim belə şeylər. Amma ayda bir dəfə. Duz götürdüm, burada 3 kilodur, bu mənə çox gedir. Bu duzdan istifadə eləyirəm, həm xörəyə, həm də ki, belə yeməyə. Ən dadlı ketçup Maxeyev ketçubudur. Həmişə bunu alıram. Bir neçəsini istifadə eləmişdim, sınayırdım. Endirimə düşəndə həmişə alırdım başqa-başqa firmalar və gördüm ki, yox, bunlar heç nədir, pis dadır. Ən yaxşısı Maxeyevdir. Bunun lechonu olanını xoşlayıram, amma uşaqlar bəyənmirlər, çünki içində xırda-xırda tərəvəzlər çıxır deyə onlar xoşlamırlar. Ona görə bunlar üçün belə şaşlıçni aldım. Popcorn götürdüm, evdə bitmişdi deyə götürdüm. Arada uşaqlara eləyirəm, yeyirlər, uşaqlar xoşlayırlar. Özümüz də yeyirik. Bir də belə makkaş götürmüşəm. Bayramda şəkərbura hazırlayanda qızlar dedilər ki, enli makkaş götür, o daha qəşəng risunka verir. Və aldım. Mən əslində almışdım deyəsə keçən il. Yadımdadır ki, məndə belə enli makkaş var idi. Sadəcə tapanmadım, bilmirəm hardadır. Aldım. 30 qəpiyə idi. Bir dənəsini götürmüşəm. Sonra belə pendir götürdüm. Saçaqlı pendir. Evdə bəyənirlər bu pendiri. Mən əslində yemirəm bunu. Elə də bəyənmirəm. Amma evdə hamı xoşlayır deyə 2 dənə götürmüşəm. Çünki qiyməti çox yaxşı idi. 6 manat 63 qəpiyədir. Araz marketdə arada alıram. Həm quru çıxır, həm qiyməti çox bahadır. 13 manat, 15 manat belə kilosu. Amma orada 6 manat 63 qəpiyə idi. Çox qəşəng ucuz idi qiyməti. 2 qat elə ki ucuzdur da. 2 dənəsini götürdüm. Sonra burada biraz meyvələrdir. Armud götürdük. Bu 2 manata idi armudla. Bir də bu mandarin, apelsin qarışıq. Bunun adını bilmirəm nə gedir. Bu meyvələri götürdük. Burada da almalardır. 2 cürdür. Sonra banandır burada. Deyəsə hər şey göstərdim bu tərəfdə. Bir də mərci götürmüşəm. Qiyməti 1 manat 45 qəpiyə. Qiyməti qəşəngdir, əladır. Burada deyəsə 2 manat 20 qəpiyədir. Yoxsa 2 manat 10 qəpiyə, nəsə belə bir şey. Amma 100% 1 manat 45 qəpiyə deyil. Mən də 2 kilo götürmüşəm. Ərzaqlardan bu qədər. İndi isə xoz tavara keçək. Bu hər dəfə lazım olan
ərzaq yox şey, nə deyirlər buna? Xosta var da. Nəsə. Pervol götürmüşəm qara paltarlar üçün. Çox qəşəngdir. Mən bunu bəyəndirəm. Həm iyisi qəşəng qalır üstə, həm də ki rəngi tündləşdirir. Bir də yuyanda qəşəng köpüyü çıxır. Pervol. Sonra orada göstərmişdim. Belə bir şey almaq istədim və elə bunda Bingoda dayandım. Çünki əvvəllər bundan çox alırdım. Uşaqlar balaca olanda bütün paltarları bununla yuyurdum. Çox qəşəngdir. İyisi qalır. Sonra Fairy götürdüm. Burada 1 litrdir. Bir dənə Fairy, bir dənə Restorux şampun. Restorux'u mən alırdım. Çox qəşəngdir. Bizim saçımıza düşür. Amma bu rəngdə almamışdım. Bu nəsə təzə bir şey çıxdı. Bütün saçlara uyğundur. Görək necə olacaq bizim saç üçün. Bunu götürdüm. Unitazı təmizləmək üçün Domestos'u götürməmişdim. Evdə çünki var idi. Dedim bunu da sınayım. Satıcı xanım çox təriflədi. Dedi bu qəşəngdir. Özü də alır evə. Mən də dedim sınayım görüm necədir. Yaxşı çıxar inşallah. Sonra az götürdüm. Bunu gec-gec alıram. Nəyə işlədirəm bilirsiniz? O mətbəxdəki stol silən əskilər var. Bir də qubqa, hansı ki qabları yuyuruq. Günün sonunda hansı ki da qabları yumayacağam. Suyun içinə bunu qatıram. Bir damcı, çox yox, bir damcı qatıram, bəs eləyir. Xlorkadır da bu. Xlor. Qatıram və səhərə kimi həmən xlorlu suda durur və səhər təptəzə olur. Həm iyisi uzadı olmur, çox qəşəngdir. Bir də o toz silən əskilərim var. Toz silirəm, hamam tualeti təmizləyirəm. O əskiləri də istağa qoyuram bu asın suyunda. Çox qəşəng təmizləyir və elə bir ki təptəzə kimi olur da. Sonra vaniş götürmüşəm. Bunu ağ paltarlar üçün, uşaqların ağ koftaları, məktəb koftasını yumaq üçün. Bir də mətbəxdə olan dəsmalları birinci qaynadıram, ondan sonra maşının içinə atıram. Qaynadanda bu vaniş qatıram. Vaniş qatıram, sonra bu asta qata bilərəm. Belə qarışdırıram da, gah bunu işlədirəm, gah onu. Bu məndə uzun müddət gedir. Bunu nə vaxt almışdım? Keçən il sentyabrda yoxsa avqust ayında almışdım. Təzə-təzə qutardı. Mən indi almışam. İndi ucu apreldir. Görün nə qədər işlədirəm. Hardasa 6-7 ay işlədirəm də bunu. Çox gedir məndə belə. Salfetka götürdüm. Bu qəşəng salfetkadır. Ələ yapışmır, cırılmır, qəşəngdir. Bunu bəyənirəm. 2 dənəsini götürdüm. Birində 100 dənədir. Biri olacaq zapasda, biri isə indi istifadə eləyəcəyik. Sonra diş pastası bizdə var idi evdə. Bunu zapas üçün almışam. Belə xosta var zapasda olanda. Çox xoşlayıram. Çoxlu. Hətta istədim 3 dənə şampun götürüm. Sonra dedim yox, pul çox çıxacaq deyə ona görə dedim bir dənəsini alım. Bu da şampun gedəcək zapasa. Çünki hamama təzə şampun qoymuşdum. Bu diş pastası. Splat keçən dəfə almışdım. Çox bəyəndilər evdə. Mən də onu çox bəyəndim. Qəşəng təmizləyir və ona görə 2 dənəsini götürdüm, amma başqa-başqadır. Bu da gedəcək zapasa. Çünki indi hamamda təzə diş pastası açıb qoymuşdum. Bir də belə salfetka alıram. Bu da məndə uzun müddətdir gedir. Ekonomlu salfetkadır. Bunu həyətə düşəndə, orada təmizlik iş gedəndə, ya nəsə həyətdə bir iş görəndə, evdə qabları yuyanda belə bu salfetkadan istifadə eləyirəm. Çox qəşəngdir, cırılmır və bir əlcəklərlə xeyli iş görürəm, sonra çıxardıb tullayıram. Ondan qabaq hansısa başqa rəngdə idi, deyəsə göy rəngdə idi, yoxsa qara rəngdə idi. Əlcəyin özü yox, korobkası. Korobkası deyəsə göy rəngdə idi. O çox nazik olmuşdu, əlcək tez cırılırdı. Amma bu qırmızı rəngdə, ikinci dəfədir alıram. Tez cırılmır, yaxşıdır. 100 dənədir. Mən bunu çox bəyənirəm. Bir də bunları sizə göstərim. Murad özünə maska almışdı. Çox vacibdir axı bu bizə. Ona görə aldı.
Mən də belə konteyner götürmüşəm. Məndə kladovka çox pis vəziyyətdədir. Orda qarışıqdır. Hər şey dağılıb, tökülüb. Elə əlimizə nə keçirsə, lazım deyilsə, hamısını ora tullayırıq. Sonra nəsə axtaranda heç nə tapa bilmirəm. O dəfə də bacım bizə qonaq gəlmişdi. Dedi, sənin kladovkan nə gündədir? Niyə bura belə dəlixana kimidir? Dedim, çünki məndə belə qablar yoxdur deyə ki, içinə səliqəli yığım. Ona görə dedim, gedim alım, oranı səliqəyə salım. Birdən bacım bizə yenə qonaq gəlsə, deyəcək ki, sənin əlin hələ də ora dəymədi, təmizləmədin. Belə, bunu aldım 4 dənə. İnşallah ki, bu orada səliqəyə salacaq bu qablar. Sizlə birlikdə təmizlik iş görərik. Nə vaxt bilmirəm, amma mütləq bu yaxınlarda eləmək lazımdır. Bu qədər aldıqlarımdan 150 manatı baxın buna xərclədim. Hələ burada ət yoxdur, toyuq yoxdur. Onları da almaq lazımdır. Hələ ki məndə ət soyuducu da var. Onu istifadə edeyim axıra kimi. Sonra isə alacağam. Çalışacağam. 3 gün, 4 gün dükana getməyim. Bir dənə çörəyin dalınca ya yumurta, ya çörəyin dalınca gedərik. Amma başqa şeyi çalışacağam ki, almayım.